Bağ-bağça, yaz tarla işləri çoxalıb. Fermerlər əkin, biçin, şum, suvarma ilə məşğuldur. Salyan rayonunun Şorsulu kənd ərazi vahidliyində də indi fermerlər sahələrdə suvarma işləri aparır. Kənd ərazi vahidliyində 1776 hektar taxıl, 166 hektar yonca sahəsi əkilib. 1000 hektar sahədə pambıq və 200 hektarda bostan tərəvəz bitkilərinin əkilməsi nəzərdə tutulub. İllər öncə Kürün suyu az olduğuna görə suvarmada çox böyük problemlərimiz vardı. İndi artıq şükür Allaha yağışların, yağmurların nəticəsində Kürdə su çoxalıb və eləcə də bizim payımıza düşən sular artıbdır. Son aylar yağıntının çox olması da məhsuldarlığa müsbət təsir edən amillərdəndir. Qışda da qışın soyuq keçməsi və qarlı şaxtalı olması yenə də o məhsul artımına gətirir, çıxardır. Məsələn, bu günləri biz 40 sentrdən biraz artıq taxıl götürürük. Amma İnşallah gələn il daha çox olacaq. Ən azı 45-50 sentiner taxıl gözləyirəm mən. Fevral ayının 20-sindən sonra düşən qar demək olar ki, məhsuldarlığı 5-7 sentiner əlavə üstünə gəldi. Yəni ki, bu bütün kənd cəmaatının, bütün əkizlərin hamını sevindirir ki, vəziyyət bu cür olur. Həm ziyanvericiləri məhv edir qar, həm yer altında su ehtiyatı yaradır. İndi 5 gündən sonra güclü istilə çanda su yer altından qalanca yuxarı məhsulun kökünə xeyir verəcək. İndi çox yerdə ənənəvi suvarma üsulundan istifadə edilir. Bu isə su itkisinə səbəb olur. Suvarma üsulundan istifadə edilməsi elektrik xətti çəkilməlidir bir. İkincisi, bir də sahədə, 10 hektarlıq sahədə 4-5 adamdır. Hərə bir məhsul əkir. Bizə əslində müasir sulama üsulu lazımdır. Əgər müasir sulama üsulları qurularsa, məsələn 1 hektara sərf olunan su ilə ən azı 5 hektar əlavə torpaq sulamaq olar. Yəni ki, onda həm kollektor drenaj şəbəkələrinə artıq xərclər olmayacaq. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə son 4 ildə ölkəmizdə müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatların ümumi sahəsi 120 min hektara çatdırılıb.